vaxtınız xeyir. Bugün yenə sizə papaqların saxlanması haqqında və alarkən nəyə diqqət edilməlidir, onlar haqqında qısa bir məlumat verəcəm. Deməli, bugün bir müştərimiz papaq gətirib, sizə dəfələrlə bu barədə məlumat vermişəm mən. Papaq gətirmişdi restavrasiya, təəssüf ki, alınmadı, səbəbini də deyim. Keçən il aldıqları papaqdır, hardan alıblar özləri bilirlər müştərilər, mən burada açıqlama eləmək istəmirəm. Hər zaman deyirəm, baxın, dərinin qopması, papağı yoxlayanda belə eləyirsiniz, dəri belə dibi ilə bir yerdə çıxır. Yəni, bu bir ilin papağında belə olmur. Papağı bir il öncə alsa belə, bu dərinin azı 10 yaşı var. Yəni, ən azı 10 yaşı var. Neysə, bunu qoyduq bir kənara. Yəni, papaq alarkən istədiyiniz qədər darta bilərsiniz. Yəni, dərisindən, tükündən bu qopa bilməz heç vaxt. Əgər qopursa, artıq dəri köhnə dəridir. Bu birinci məqam. İkinci məqam da nədir? Bugünkü günün müştərilərə əfqan dəriləri ilə buxara dərilərini, belə deyək də, qarışıq verirlər müştərilər sifariş verərkən. Eyni görünüşdə olan əfqan dərisidir və bu buxaranın qələmi dərisidir. Yəni, bunlar arasında çox ciddi fərq var əslində. Yəni, həm görüntüdə, həm hazır papaqlarda, həm görüntüdə. Yəni, papaqları, bu dəriləri biz əsasən əfqan dərilərini, idman üslubunda olan papaqlarda istifadə edirik. Bunlar amma istər milli, istər general modelləri, istər qulaqlı modellər, yəni bütün modellərdə istifadə etmək olur. Bu dərilərdə, yenə də, ən iri güllü istifadə etdiyimiz dərilər bunlardır. Hər zaman deyirəm sizə, birinci sort buxara dərisi, ən iri güllü dəri budur. Yəni, dərinin özündə belə istənilən papaqda kiplik olmalıdır. Yəni, dərinin tükləri boş olmalı deyil. Tükü boşalanda belə dəri, demək ki, köhnə dəridir. Yəni, papağı bir il öncə almışsınız və yaxud yeni almışsınız, önəm kəsb eləmir o. Onun üçün hər zaman hardan aldığınızın da önəmi yoxdur. Papaq alarkən diqqət edin. Diqqət edin ki, buna bir ödəniş edirsiniz siz. Bu uzun müddət sizə, belə deyək də, istifadəyə yararlı olsun. Yəni, bir ildən sonra papaqlar belə vəziyyətə qalmasınlar. Yenə də seçim sizindir. Gününüz uğurlu olsun. Milli Papaq Azərbaycan.